Herkese salamlar əziz dostlar. Əvvəlki videolarda dediyim kimi, bugündən sonraki çəkilişlərimdə çalışacağım ki, sizə bir faydam dəysin. Bugünkü təklifim nədən ibarət oldu, onu sizə çatdırmaq istəyirəm. Gəldim Beynəlxalq Təhsil Mərkəzinə, girdim müdürün yanına. Dedim, müdür, bəs müəyyən gənclər var ki, bunlar xaricdə təhsil almaq istəyirlər, amma buna imkanları çatmır. Nə edə bilərik? Sağ olsun Beynəlxalq Təhsil Mərkəzinin rəhbərliyi bizə bildirdi ki, sizin yanınızdayıq. 5 nəfər tələbəni xaricə göndərərik, bütün təhsil haqqısı, xidmət haqqısı biz tərəfdən qarşılanacaq. Yazarsınız Beynəlxalq Təhsil Mərkəzinin səhifəsinə, kimlər ki, xaricə təhsil almaq xəyalı var, amma bunu həyata keçirməyə imkanları yoxdur. Zəhmət olmasa Beynəlxalq Təhsil Mərkəzinin səhifəsinə yazsınlar. Və növbəti sözüm digər gənclərədir ki, hansılar ki, gecə-gündüzü yata bilmirlər ki, mənim imtahanım gəlir, mənim stresim var, mənim atam əsəbləşəcək, anam əsəbləşəcək, mən universitetdən kəsiləcəm, nə edəcəm? Siz də dərdinizi böyütməyin. Bir dənə atestatınızı götürürsünüz, gəlirsiniz Beynəlxalq Təhsil Mərkəzinə. 21 ölkədə 140-dan çox universitet, 60-dan çox ixtisas seçimi var. Yalnız atestatınızı götürməklə gəlib buradan xaricdə təhsil ala bilərsiniz.